Deməli, bu firqələr, 72 firqə barəsində alimlər buyurur ki, bunların yəni kökləri, yəni xavariclər, rafizlər və həmçində qədərlər və bir də murciələrdir. Necə ki, Abdullah ibn Mübarək və həmçində Yusuf ibn Əsbət buyurmuşdur. Deməli, yəni bu 72 firqənin kökü 4 dənəsidir. Yəni 72 firqə sanki bu 4 firqəyə qayıdır. Sanki bu 4 firqə əsasdır. Bunlar başdadılar. Xavariclər, rafizlər, qədərlər və bir də murciələr. Və sünnə əhli, əhl-i sünnə, sələf-i salih bu firqələrdən uzaq olan insandır. Kim əgər Əbu Bakır, Ömər, Osman, Əlini, Peyğəmbər sallallahu aleyhi ve sellem digər sahabələrindən üstün sayarsa və bunları 4 raşidi xəlifədən olduğunu etiqad edərsə və həmçində digər yerdə qalan xəlifələr barəsində ancaq xeyir danışarsa, onlar üçün dua edərsə, onların arasında olan yəni mübahisələri danışmazsa, ixtilafları danışmazsa, yəni onların arasında baş verən ixtilaflara görə düşmənsizlik qurmazsa və həmçində sahabələri söyməzsə, deməli bu insan artıq şiəlikdən uzaq olan bir insandır. Əgər bir insan desə ki, iman sözdən, əməldən ibarətdir, artır, azalır, deməli bu insan artıq murciəlikdən uzaq bir insandır. Ona görə də yəni bizim sələf-i salih etiqadı bundan ibarət, iman artır, azalır və həmçində iman sözdən və həmçində əməldən ibarətdir və artıq deməli bu insan ircalıqdan uzaq olan bir insandır. Bu insan deməli sələfidir, sünnə əhlidir. Və həmçində əgər bir insan yaxşılıq sahibi olsa da belə, yəni asi olsa da belə, günahkar olsa da belə, onun arxasında namaz qılmağı bir adam icazəli görürsə və həmçində hər bir xəlifənlə cihad etməyi icazəli görürsə və sultana qarşı qılıncla çıxmağı icazəli görmürsə, onların islahı üçün dua edirsə, deməli bu insan xavariclikdən uzaq olan bir insandır. Və həmçinin əgər bir insan desə ki, yəni qədər, müqəddəratlar hamısı Allah tərəfindəndir, xeyir də, şər də, Allah istəyini azdırır, istəyini hidayət verir. Deməli, bu insan qədərlərdən uzaqdır və bu insan sünnidir, sünnə əhlidir. Həmçində sələflərdən gəlir ki, Səhəl ibn Əbdillah Ət-Tüstəri rahimehullah buyurur ki, deməli, əvvəlcə bu insan barəsində deyək ki, Şeyx Hüseyn ibn Teymiyyə rahimehullah buyurur ki, o insan Səhəl ibn Əbdillah Ət-Tüstəri rahimehullah sünnə alimlərindən əhl-i-sünnə məzhəbi üzərindədir. Və ondan soruşulur ki, bir insanın əhl-i-sünnə üzərində olduğunu, cəmaatla bir yerdə olduğunu necə bilə bilərik? Bu insan necə sünnə və cəmaat əhlidir? Və o buyurur ki, əgər bu xislətlər onda olsa, deməli o sünnə əhlidir. Əgər o cəmaatı tərk etməzsə, yəni müsəlman cəmaatla bir yerdə olarsa, Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələrini söyməzsə və bu ümmətə qarşı qılıncla çıxmazsa, qədəri təksib etməzsə, imanda şək şübhə etməzsə, dində mübahisələrə girməzsə və həmçinin müsəlmanlardan kim ölərsə, qiblə əhlindən kimsə ölərsə, onun cənazəsində iştirak edərsə, həmçinin xofların üzərinə məhsi tərk etməzsə, həmçinin rəhbər adil və zalım olsa da onun arxasında durmağı tərk etməzsə, yəni hətta o adil və zalım olsa da belə yenə də ona eşidib itaət edərsə, cəmaatla bir yerdə olarsa, deməli bu insan sünnə əhlidir. Lakin xavariclər, rafizlər, qədərlər, murciələr
bu qeyd etdiklərimizdə nədir? Uzaq olan insanlardır. Və həmçinin də firqən nəci, nizat tapan firqənin də əlamətləri, onlar deməli insanlar arasında haqqla hökm verən, ədalətlə hökm verən və həmçinin insanları haqqa tərəf çağıran insanlardır. Necə ki, bunu Əli radiyallahu anhu buyurmuşdur. Həmçinin Allah subhanahu wa ta'ala buyurur ki, وَمِمَّنْ خَلَقْنَا أُمَّةٌ يَهْدُونَ بِالْحَقِّ وَبِهِ يَعْدِلُونَ Yaratdıqlarımın içərisində bir toplum var ki, onlar insanları haqq yola aparır və həmçinin ədalətlə hökm edirlər. Və həmçində onların sifətlərindən, nizat tapan firqənin sifətlərindən onlar havalarına uymayan insanlardır. Və həmçinin də onların sifətlərindən, nizat tapanın firqənin sifətlərindən bu insanlar deməli oxşar ayələrin arxasıca getməyənlərdir. Oxşar ayələri möhkəm ayələrə qaytaranlardır. Necə ki, Allah subhanahu wa ta'ala buyurur ki, فَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاءَ الْفِتْنَةِ وَابْتِغَاءَ تَأْوِيلِهِ Allah subhanahu wa ta'ala buyurur ki, ürəklərində əyrilik olanlar fitnə fəsad salmaq və həmçinin istədikləri kimi məna vermək məqsədi ilə mütəşabih, oxşar ayələrə uyarlar. Deməli, qəlblərində əyrilik olanların şənindəndir ki, onların işlərindəndir ki, onlar oxşar ayələrin arxasıca gedərlər. Və həmçində Peyğəmbər sallallahu aleyhi ve sellem bizi çəkindirib oxşar ayələrin arxasıca getməkdən və Allah Resulü sallallahu aleyhi ve sellem həmən az öncə qeyd etdiyimiz ayəni oxuyur. Huvəl-ləzi ənzələ aleykəl kitab minhu ayətun muhkəmətun hunnə ummul kitab və oxarı mütəşəbihət. Yəni sənə kitabı nazil edən odur və o kitabda möhkəm ayələr və həmçinin oxşar ayələr var. O möhkəm ayələr kitabın anasıdır. Lakin qəlblərində xəstəlik olanlar fəəmməlləzinə fi qulubihim zeyqun fəəttəbi'unə mə təşəbəhə minhu ibtiğa'il fitnəti və ibtiğa'a təvili. Qəlblərində xəstəlik olanlar onlar fitnə çıxartmaq üçün və həmçinin də istədikləri yerə yozmaq üçün, istədikləri kimi yozmaq üçün oxşar ayələrin arxasıca gedərlər. Lakin Allah subhanahu wa ta'ala və mə ya'ləmu təviləhu illallah. Onların təvilini, onların yozumunu isə yalnız Allah bilir. وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِّنْ عِنْدِ رَبِّنَا. Elində möhkəm olanlarsa deyərlər ki, biz onlar iman gətirdik, onlar hamısı Rəbbimiz tərəfindəndir. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bu ayəni oxuyandan sonra buyurur ki, əgər görsəz ki, insanlardan bir toplum və kimlərsə oxşar ayələrin arxasıca gedir və yalnız bu ayələrdən tutur və həmçində bu ayələri gətirir. Bilin ki, Allah subhanahu wa ta'ala onlar barəsi Quran-ı Kərimdə danışıb, onlardan çəkinin. Onlardan özünüzü qoruyun, onlardan çəkinin. Yəni, bu insanlar kimlərdir? Yəni, qəlblərindən xəstəlik olan insanlardır ki, bunlar Allahın kitabında oxşar ayələrin arxasıca gedərlər. Amma deməli, firqən nəci, nizat tapan firqə isə onların qəlbləri bu xəstəlikdən, bu zeyğdən nədir? Uzaqdır, təmiz qəlbdir. Yəni, onlar mütəşəbih məsələsində oxşar ayələri məsələsində onlar bu ayələri möhkəm, sarı, açıq aydın olan ayələrə qaytaran insanlardır. Ona görə də qəlblərin salamat olması ondan ibarətdir ki, bu insanlar oxşar ayələrin arxasıca getməzlər. Həmçində çünki ona görə ki, əgər insan sünnə əhlidirsə, sünnə əhli Allahın kitabını daha çox bilən insandır. Necə Ömər ibn Xəttab radiyallahu anh buyurur ki, yəni zaman gələcək ki, insanlar olacaq ki, onlar sizlə
Qurandakı şübhələrlə sizinlə mücadilə edəcəklər. Sizlərə Qurandan şübhələr gətirəcəklər. Yəni, oxşar ayələr sizlərə gətirəcəklər. Peyğəmbər Ömər İbn Xattab radiyallahu anh buyurur ki, onları sünnəyə qaytarın. Onları hədislərə qaytarın. Çünki sünnə əhli, hədis əhli Allahın kitabını daha çox biləndir. Və doğrudan da sələf-i salih, sünni, əhl-i sünnə, hədis əhli, əsər əhli Allahın kitabını daha çox bilən insanlardır. Ona görə də baxın, firqən nəci, nizat tapan firqənin əlamətlərindən ki, onlar oxşar ayələrdən yapışmazlar. Və həmçinin də yəni firqən nəci, nizat tapan firqənin sifətlərindən onlar kitab və sünnəyə söykənənlər. Çünki kitab və sünnəyə söykənmək insanı zəlalətdən, təfriqəçilikdən uzaq eləyir və insan zəlalətdən, təfriqəçiliyə düşməkdən özünü qorumuş olur. Necə ki, Allah Azza və Cəllə buyurur ki, "Fəmən ittəbə hudaya fələ yadillu və la yəşqa." Kim əgər mənim yoluma tabe olarsa, o nə azar, nə də bədbəxt olar. Və həmçində onlar etiqadda düzgün olarlar. Etiqadda Peyğəmbər sallallahu əleyhi və səlləm sahabələrin yolu üzərində olarlar. Çünki Allah Rasulullah sallallahu əleyhi və səlləm izzət tapan firqə barəsində buyurur ki, onlar kimlərdir? Mə'anə aleyhi və ashabi. Mənim yolum və həm də sahabələrimin yolu üzərində olan insanlardır. Deməli, bu insanlar etiqadda, zahiri, xarici görkəmlərində və həmçində tutduqları məsləkdə, seyr etdikləri, getdikləri yolda onlar yalnız və yalnız Peyğəmbər sallallahu əleyhi və səlləm, onun sahabələrinin yoluna tabe olar və həmçində sələf-i salih yolu üzərində addımlayarlar. Ona görə də tabeçilik, sünniyə tabeçilik haqla batili ayırt edir. Sünniyə tabi olan insan kim Rəhmanın dostudur, kim şeytanın dostudur, onu bildirir. Sünniyə tabi olan, əgər insan sünniyə tabi olarsa, sünni üzərində addımlayarsa, insan bilməlidir ki, bu onun üçün bir mizandır, bir tərəzidir. Hansı ki, o tərəzlə onun sözləri, əməlləri çəkilir və həmçində şəxsə baxılır ki, bu insan sünniyə bağlı insandır, yoxsa yox. Və həmçinin də sünniyə tabi olmaq bu dünyada və axirətdə insan üçün bir qurtuluşdur. Və həmçində firqən nəci, nizat tapan firqənin sahibləri, onlar Allaha dəvət edən, Allahın dinində çağıran, sünniyə çağıran insanlardır. Həmçinin sünnəni insanlar arasında yəni, hər cür vasitəni yaymağa çalışan insanlardır, gücləri çatdığı qədər. Çünki Uca Allah Subhanahu wa Ta'ala buyurur ki, "Qul hadihi səbil əd'u ilallah ala basiratin ana və men ittabi'ani və subhanallahi və ma ana minəl müşrikin." Deməli, bu ayət-i kərimədə Uca Allah Subhanahu wa Ta'ala buyurur ki, bu mənim yolumdur. Mən və mənə tabi olan möminlər açıq-aşkar bir dəlillə insanları Allaha çağırırıq. Allah pakdır və müqəddəsdir. Mən isə müşriklərdən deyiləm. Yəni, bunlar nizat tapan firqə barəsi olan bəzi sifətlərdir, lakin bunu uzatmaq olar. Amma çox uzun olmasın deyənə, yəni, bu qədər kifayət nizat tapan firqə barəsində, onların sifətləri barəsində. Növbəti məsələ isə, deməli, biz bilməliyik ki, ümumiyyətlə, sələf-i salih və həmçində bu yerdə qalan firqələr arasında olan məsələ etiqad məsələsidir, əqidə məsələsidir. Fikri məsələlər deyil. Əksinə, bunlar hamısı əqidə məsələlərdir ki, ona görə də bunlar yəni nizat tapan firqə yox, əksinə zəlalət üzərində, bidət üzərində olan firqələrdir. Hətta yəni biz bu firqələrə baxsaq, o qədər yəni azğın firqələr var ki, onların içərisində kim əgər onlara müxalifdirsə, kim əgər onlara əksdirsə, onlar həmən firqəni və həmçinin onun sahiblərini təkfir eləyərlər. Aydındır. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, yəni nizat tapan firqə o yalnız biridir. Deməli, bu onun gözü haqq birdir. Haqq çox ola bilməz. Haqq firqələrdən ibarət ola bilməz.
haqq cəmi bir dənədir. Necə ki, Allah subhanahu wa ta'ala buyurur ki, وَأَنَّ هَذَا صِرَاطِ مُسْتَقِيمًا فَاتَّبِعُهُ Bu mənim yolumdur, ona tabi olun. وَلَا تَتَّبِعُوا السُّبُلَ Yerdə qalan yolları isə tabi olmayın. Deməli, bu ayət-i kərimə açıq aydın onu göstərir ki, yəni, düz yolda heç vaxt təfriqəsi ola bilməz. Lakin yollarda isə şəriətə əks yollarıca, müxalif yollarıca təfriqəsi olması labüddür. Həmçinin ixtilafın olması labüddür. Lakin, elhamdülillah, haqq birdir. Bu haqq Allah tərəfindən nazil olub, Allah tərəfindəndir. Allahın nazil etdiyinə heç bir ixtilaf ola bilməz. Heç bir parçalanma da ola bilməz. Və həmçinin də yəni, əgər hətta ixtilaf barəsində də Uca Allah subhanahu wa ta'ala buyurur ki, əgər ixtilaf olarsa onu Allahın kitabına və həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsinə qaytarın. Ona görə də bu bidət tayfalara yəni biz onlara deyirik ki, əgər yəni ixtilaf olarsa, əgər sənin məsələdə bir şübhən varsa, onu o zaman oturub Allahın kitabına, Quran-ı Kərim və həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsinə qaytarmaq lazım. Amma təəssüf ki, onlar bundan razı deyirlər və hər bir bidət tayfa öz bidətində israrlıdır və buna çağırır. Ona görə də biz keçən dərslərimizdə dedik ki, hər bir yəni bidətçi, hər bir bidət tayfa, onlar ixtilaf yaradan, təfriqəsi törədən insanlardır. Lakin sünnə əhli isə, sələf-i salih insanları bir olmağa çağırır, cəm olmağa çağırır və insanları parçalamamağa çağırır. Lakin yerdə qalan firqələr hamısının insanları parçalamaqla, bölməklə, insanlar arasında ixtilaf, təfriqəsi salmaqla məşğuldular. Və ona görə də bu firqələrin əlamətləri var. Bu əlamətləri bilmək lazımdır ki, o firqələrin içərisinə düşməyəsən. Onların əlamətlərindən onlar birinci təfriqəsizlik salan insanlardır. Necə ki, Allah subhanahu wa ta'ala buyurur ki, İnnəl-ləzīnə fərrəqu dinəhum və kənu şeyən ləstə minhum fi şeyin İnnəmə əmruhum iləllah thümmə yunəbbi'uhum bimə kənu yəf'alun. Uca Allah subhanahu wa ta'ala buyurur ki, şübhəsiz ki, sənin yəni dini, yəni firqə-firqə olub dini parçalayan insanlar heç bir əlaqən yoxdur. Onların işi Allaha qalıb və onlar yəni nə etdiklərini o gün biləcəklər. Deməli, bu insanlar yəni dini parçalayan insanlardır. Dini bölən insanlardır. Və başqa ayədə kərimədə Allah subhanahu wa ta'ala buyurur ki, وَلَا تَكُونُوا كَالَّذِينَ تَفَرَّقُوا وَاخْتَلَفُوا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْبَيِّنَاتِ وَأُولَٰئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌ. Uca Allah subhanahu wa ta'ala buyurur ki, yəni açıq aydın dəlillər gələndən sonra bir-birindən ayrılan və həmçinin ixtilaf yaradan insanlar kimi, o şəxslər kimi olmayın. Onlar üçün böyük bir əzab vardır. Deməli, açıq aydın dəlillər var, Quran-ı Kərim qarşımızda, Peyğəmbər sallallahu sünnəsinə qarşımızda. Ona görə yəni təfriqəsi törətmək lazım deyil, ixtilaf yaratmaq lazım deyil. İnsanları Quran və sünnəyə qaytarmaq lazımdır. Ona görə alimlər buyurur ki, əgər insanlar Peyğəmbərlərin gətirdiyi yola doğru və dürüst tabi olarlarsa, o zaman onlar müttəfiq olarlar, onların arasında sevgi, məhəbbət olar. Və sən deyir, ixtilafın, təfriqəsiliyin baş verdiyini yalnız və yalnız insanların bu yoldan ayrı düşdüyü zaman görə bilərsən. İnsanlar artıq bu yoldan ayrıldıqda, Peyğəmbərlərin yolundan ayrılanda artıq belə ortaya ixtilaflar və həmçinin təfriqəsi düşür. Ona görə də alimlər buyurur ki, yəni rəhmət əhli onlar ixtilaf eləməzlər. Çünki rəhmət əhli, rəhm olunmuş insanlar Peyğəmbərlərin yoluna sözlə və həmçinin hərəkətlərlə tabi olan insanlardır. Kim əgər yəni Peyğəmbərlərin yoluna əks olarsa, müxalif olarsa sözlərində, hərəkətlərində,
deməli bu insan uzaq düşdüyü qədər, nə qədər bundan uzaq düşübsə, bir o qədər artıq rəhmətdən uzaq düşüb. Həmsə Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, bidətin, nifaqın ortaya çıxma səbəbləri də insanların sünnədən və imandan uzaq düşdüklərinə görə idi. Ona görə də Tabar rahimehullah Ən'am surəsinin 159-cu ayəsinin təfsir barəsində buyurur ki, hansı ki Ən'am surəsi 159-cu ayə barəsində Uca Allah Subhanahu wa Taala buyururdu ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyururdu ki, yəni firqə olub dini parçalayan insanlarla sənin heç bir əlaqən yoxdur. Bu ayə barəsində Tabar rahimehullah buyurur ki, yəni Allah Subhanahu wa Taala bu ayət-i kərimədə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, sən deyir dini, haqqı parçalayanlardan uzaqsan. Və hansı ki onlar dini haqqı bölüb qruplara, dəstələrə, yəni dini qruplardan və dəstələrdən ibarət edədilər. Yəni bu ayət-i kərimədə Uca Allah Subhanahu wa Taala tərəfindən Peyğəmbər sallallahu əleyhi və səlləm bir bəyan var, açıqlama var ki, yəni sən o insanlardan uzaqsan. Və həmçində ikinci ayə barəsində, hansı ki ikinci ayə Əl-İmran 105-ci ayəni dedik ki, hansı ki onlara haqq gələndən sonra onlar bölündülər, ixtilafa düşdülər. Ya bu ayət-i kərim barəsində alimlər buyurur ki, yəni ey möminlər, yəni Allah Subhanahu wa Taala bir növ möminlərə buyurur ki, ey möminlər toplusu, dininizdə sizdən əvvəlkilərin təfriqəçiliyi kimi təfriqəçiliyə düşməyin. Onların hərəkətləri kimi hərəkət etməyin və onların yolu ilə tutub getməyin. Yoxsa sizə Allah tərəfindən, onları necə Allah tərəfindən yəni böyük bir əzab nazil olmuşdursa, enmişdirsə, yoxsa sizə də Allah tərəfindən belə bir əzab enə bilər, gələ bilər. Və həmçində yəni bu firqələrin, azğın firqələrin əlamətlərindən onlar oxşar ayələrin arxasıca gedərlər. Necə ki bunu az öncə qeyd elədik. Sünnə əhlinin əlamətləri barəsində ki, onlar oxşar ayələrin arxasıca getməzlər. Oxşar ayələri möhkəm, açıq aydın olan ayələrə qaytararlar. Lakin bunlar isə necə ki İmam Şatibi rahimehullah buyurur, həmən bu insanlar, yəni qəlblərində xəstəlik olan insanlar, haqdan yəni uzaq düşən insanların şənindən onlar oxşar ayələrə tabi olsunlar. Onların əlamətlərinin onlar nəfsdən uyan insanlardır. Və bidət əhlinin əlamətlərindən onlar nəfslərini uyan insanlardır. Necə ki, bu barədə Uca Allah Subhanahu wa Taala və "Mən adallu mimmen ittaba havahu bighayri hudan min Allah. İnnallaha la yahdi el-qawmez-zalimin." Uca Allah Subhanahu wa Taala deməli Qasas surəsi 50-ci ayədə buyurur ki, Allah tərəfindən bir doğru yol göstərici gəlməyincə öz nəfsinə, istəyinə uyandan daha çox azmış kim ola bilər? Başqa ayədə də buyurur ki, "Əfəraytə mən ittəxəzə ilahəhu havah və adalləhu Allahu alə ilmin və xatəmə alə səm'ihi və qalbihi və cəalə alə basarihi qişəvətən fəmən yəhdihi min bə'dillah əfələ təzəkkərun." Allah Subhanahu wa Taala buyurur ki, nəfsini deyir, nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah deyir, əzəli elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız mı? Deməli, bu ayələr bizə onu göstərir ki, havaya uymaq, yəni
ixtilafın baş vermə səbəblərindəndir. Həmçində bu firqələrin əlamətlərindəndir. Ona görə də Hüseyn Rahimullah buyurur ki, havana bir tabu olma. Yəni, yer üzərində deyir, sünnədən və həmçində cəmaatdan uzaq düşən şəxs, deməli, bu insan havasına uyan insandır. Bu insan elmdən və həmçində onu bilməkdən xaric olan bir insandır. O insan haqqa sarılmağa çalışmalıdır. Ona görə də, əziz qardaşlar, biz bilməliyik ki, bidət əhlinin əlamətlərindən onlar hava əhli adlandırılırlar. Onlar hava əhli adlandırılırlar. Nəfsi isteklərinə uyan insanlar adlandırılır, həmən insanlar. Çünki onlar öz havalarına uyduğuna görə və öz havalarının nəfslərini şəriətə tabi etmədiklərinə görə və həmçində onlar dəlilə ehtiyac duymadıqlarına görə bu insanlar hava əhli adlandırılmışdır. Ona görə də Ömər ibn Əbdüləziz öz məşhur deyimində də buyurur ki, o insanlar kimi olma ki, hansı ki, onlar havalarına oturub dururlar. Əgər haqq onların havasına uyğun olarsa, onda onlar haqqa tabi olarlar. Yox, əgər haqq onların havasına əks olarsa, onda haqqa əks gedərlər. Onda insan bilməlidir ki, yəni o insan, yəni haqq əgər onun havasına uyğundursa və buna görə o haqqı yerinə yetirirsə, Allah qorusun, bu insan savab qazanmaya bilər. Bu insan savab qazanmaya bilər və həmçinin də yəni əgər görsə ki, haqq bunun havasına müxalifdir, havası onun əksini deyir, deməli bu insan yəni günah qazana bilər. Ona görə məsələ təhlükəli məsələdir. Çünki bu insan hər iki məsələdə də yəni havasını güdürdü, nəfsi istəyini güdürdü. Haqqı güdmürdü. Ona görə də bir insan nə əməl etdiyi əməl ondan qəbul oluna bilər və həmçində yəni haqqı yerinə yetirməzsə öz nəfsinə görə ona görə də cəzalandırıla bilər.